Əmək pensiyasının yenidən hesablanması, işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə həyata keçiriləcək. Oxu Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında dəyişiklik edib. Qulluq stajına görə əmək pensiyasına əlavələri 50% həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əmək haqqı, dövlət məvacibi, əsasən yenidən hesablanması, müvafiq dövlət orqanının təqdim etdiyi arayış formasına əsasən həyata keçiriləcək.